Hər birinizə salamlar. Mən Nuray, hal-hazırda Almaniyada yaşayıram. Erasmus Mundus proqramı ilə magistratura təhsil alıram. Bu videoda Erasmus Mundusla bağlı bütün hər şeyi danışacağam. Mənə öz Instagram səhifəmdə tez-tez suallar gəlir. Bu proqram nədir? Proqramın qəbul şərtləri, müraciət necə olur? Qəbul vaxtları və s. Bütün suallara cavab olacaq şəkildə sizə çox gözəl bir video çəkməyi düşünmüşəm. İlk öncəliklə Erasmus Mundus proqramı nədir? Erasmus Mundus birgə magistr dərəcəsi proqramıdır ki, bu proqram vasitəsilə siz Avropada bir yox, ən azı 2, 3, 4 universitetdə, 4 fərqli ölkədə təhsil ala bilərsiniz. Proqramın şərtlərindən asılı olaraq siz hər semestr, hər ölkə, fərqli ölkələrdən, fərqli universitetlərdən məzun ola bilirsiniz. Erasmus Mundus təqaüdü full təqaüddür. Siz aylıq 1400 evro alacaqsınız. Bu hər nəyə desəz dəyər, yəni bütün yaşayış xərcləriniz, yol pulu, qida, hər şeyə çatır. Yəni bir tələbə üçün mən düşünürəm ki, 1400 evro ailədən pul almamaq və işləməmək üçün olduqca kifayət qədər bir məbləğdir magistraturaya da təhsil alırsınızsa. Bu təqaüdün Erasmus Mundusun hər semestr və ya hər il fərqli yerlərdə olmağınız sizə dünya görüşü baxımından möhtəşəm bir şans qatar və inanılmaz dərəcədə səyahət şansınız olur. Bəs Erasmus Mundus hansı ixtisaslara aiddir? İxtisasın heç bir fərqi yoxdur. Hətta deyərdim ki, Erasmus Mundusun kataloquna daxil olsaz, hansı ki bu bir rəsmi veb-saytdır, siz burada 220-yə yaxın proqram görəcəksiniz və bu proqramlar müxtəlif sahələri, müxtəlif ixtisasları əhatə edir. Siz Erasmus Mundusun kataloquna keçid etsəz, o səhifədə filtr görəcəksiniz və filtrlar hissəsində istədiyiniz ölkəyə uyğun, istədiyiniz universitetlərə, istədiyiniz ixtisaslara uyğun axtarış verə bilərsiniz. Və hər bir proqramın adının üzərinə klikləyəndə hər bir proqramın öz veb-saytı açılır və hər proqramın öz veb-saytında onların müraciət tarixləri, müraciət tələbləri, qəbul şərtləri və s. hər şey qeyd olunur. Hər bir proqramın qəbul prosesi, müraciət prosesi öz veb-saytından aparılır. Bəs bu proqram bu qədər gözəldirsə, yəqin ki, şərtlər də çətin olar. Əslində elə çox çətin bir şərtlər yoxdur. Hətta deyərdim ki, bir çox şərtlər bir-birinə oxşuyur. Sadəcə olaraq burada 220 proqram var və hər birinin özünə aid fərqli xüsusiyyətləri, fərqli şərtləri ola bilir. Amma ortaq nəticədə götürsək, əsasən transkript, yəni ortalama bal, IELTS balı, motivasiya məktubu, tövsiyə məktubu kimi tələblər ola bilir. Ortalamaya gəldikdə, əsasən 85 yuxarı tələbələrdə şans daha çox olur. Tövsiyə edərdim ki, əgər siz 2-ci, 3-cü kursdan etibarən bu proqramı eşitməyə başlamısınızsa, öz qiymətlərinizin üstündə işləməyə başlayın. Çünki hər nə qədər də olsa bu sizə önəmli bir şans verəcək. Motivasiya məktubu hər kəsin yaralı yeridir, başa düşürəm. Amma Erasmus Mundusun əksər proqramında motivasiya məktubu əlavə istənilmir. Siz sadəcə hər bir proqramın veb-saytına müraciət edərkən onların, yəni motivasiya sualları verilir və siz o motivasiya suallarına cavab verdikcə bu şəkildə motivasiya məktubunu hazır etmiş olursunuz. Tövsiyə məktubu isə əsasən 2 ədəd istənilir. Bəzi proqramlarda bu 1 ədəd ya da 3 ədəd ola bilər. Amma ortalama götürdükdə 2 ədəd istənilir ki, siz bu 2 dənə tövsiyə məktubunu sizə dərs keçmiş professorlardan ala bilərsiniz və ya birini sizə dərs keçmiş professordan, birini diplom iş rəhbərinizdən və ya birini professordan, birini işləmisinizsə oradakı iş rəhbərinizdən ala bilərsiniz. Amma əsasən akademik tövsiyə məktubları istənilir ki, 2 ədəd sizə dərs keçən professorlardan tövsiyə məktubu almanız tövsiyə olunandır. Bir də Proof of Residence sənədi var. Bu nə deməkdir? Bu, sizin yaşadığınız yeri təsdiq edən, sübut edən bir sənəddir ki, siz bu sənədi təqdim edirsiniz və sizin hansı regiondan olduğunuz təsdiq olunur. Və bu sənədi necə əldə etmək olar? Çox sadə. Sadəcə asan xidmətə yaxınlaşırsınız, yaşadığınız yerin, qeydiyyatda olduğunuz yerin sübutunu istədiyiniz sənədi tələb edirsiniz, dəqiqələr içərisində sənədi alırsınız, sonra isə asan xidmətin özünün tərcümə xidmətinə yaxınlaşaraq ingilis dilinə tərcümə təsdiq etdirə bilərsiniz. Yəni əksər proqram əsasən sənədləri ingilis dilində tələb edir və siz Azərbaycan dilində olan bütün sənədlərinizi ingilis dilində rəsmi olaraq tərcümə təsdiq etməyiniz sizə rahat olacaq ki, bütün müraciət proseslərinizdə işləriniz rahat keçsin. Bir də belə məsələlər ola bilər ki, mən məzun deyiləm, əlimdə diplom yoxdur, bəs mən necə müraciət edə bilərəm? Çox sadə. Mən özüm də sonuncu kursda, yəni 4-cü kursda olarkən müraciət etmişəm və sadəcə olaraq dekanlığınıza yaxınlaşırsınız, onlardan sonuncu kursda oxuduğunuza dair arayış tələb edirsiniz. Və bu arayış Azərbaycan dilində olduğu üçün və yəni universitetiniz əgər ingilis dilində sənədi vermirsə, çox asanlıqla Asan Xidmət Mərkəzində ingilis dilində tərcümə təsdiq etdirə bilərsiniz. Əgər məzun olmusunuzsa, diplomunuzu da bu şəkildə tərcümə
tərcümə təsdiq etdirə bilərsiniz. Müraciət sayısı isə əsasən Erasmus Mundusda əvvəllər belə bir qayda var idi ki, siz maksimum 3 proqrama müraciət edə bilərsiniz. Sonradan isə bu limit qaldırıldı. Amma mənim tövsiyəm olardı ki, riskə atmamaq üçün konkret məqsədlərinizi, hədəflərinizi müəyyənləşdirin və 3 proqrama qədər müraciətinizi edin ki, riskə atmayın. Bəs qəbul şansı nə qədərdir? Rəqabət həqiqətən çoxdur, amma yəni həvəsdən düşməyə, motivasiyanızı aşağı salmağa heç bir gərək yoxdur. Siz sənədləri vaxtında gözəl və tam hazırladığınıza əmin olun. Əsasən çox yaxşı olardı ki, iş təcrübəniz varsa və ya internship bir təcrübəniz olubsa, könüllülükləriniz olubsa, əsasən də ixtisasınızla əlaqədar olan könüllülüklər və ya çox prestijli könüllülüklər, sertifikatlarınız olubsa, məqalələr yazmısınızsa və ya hansısa bir məqalə yazan professorunuzla bərabər bir məqalə üzərində işləmisinizsə, bunları mütləq şəkildə CV-nizdə və ya hər hansı sənədlərdə müraciət edərkən göstərin. Bu sizin nə qədər aktiv olduğunuzu göstərəcək və eyni zamanda bu ixtisasa nə qədər həvəsli olduğunuzu göstərəcək. İntervyu prosesi də bəzən, yəni bir çox proqramlarda olur. İntervyu prosesi isə əslində hər bir intervyu kimi keçir. Siz hər şeyi qaydasına hazırladıqdan sonra əsasən intervyuya qəbul alırsınız. İntervyuda özünüzü təqdim etmə sualları verilir. Yəni ilk öncəliklə sizdən özünüzü təqdim etməyiniz xahiş olunur ki, mən deyərdim ki, 1 dəqiqə yarım özünüzü təqdim etməyə həsr edin və özünüzü təqdim edərkən çox aydın şəkildə təqdim edin. İndiyə kimi nələr etdiyinizi, özünüz haqqında, yəni CV-nizdə çalışın o ardıcıllığı qoruyun ki, bu CV-nin sizə aid olduğu da bəlli olsun. İntervyularda ixtisasla bağlı suallar verilir. Özəlliklə müraciət etdiyiniz proqramın ixtisasına uyğun. Ona görə çalışın ki, siz bu proqramı biraz dərindən araşdırasınız. Onların proqramlarına baxın, professorların araşdırma sahələrini öyrənin ki, sizə bu proses daha rahat keçsin. Bəs yaxşı, deyək ki, biz qəbulumuzu aldıq. Artıq əlimizdə təqaüd var, yəni bizim qəbul məktubu gəlib, hər şey əladır. İndi gedib ora çıxmaq var. Bunun üçün nə lazımdır? Viza. Vizanı elə bildiyimiz kimi gedəcəyiniz ilk ölkənin vizasını alacaqsınız. Tutaq ki, əgər birinci il İtaliyaya qəbul olmusunuz deyək, məsələn, və gedirsiniz Azərbaycandakı İtaliya səfirliyinə və yaxud da ki, Azərbaycandakı İtaliya səfirliyinin viza verən hansı şirkəti varsa, o şirkətə yaxınlaşırsınız. Və etmirəmsə, bu Bakıda İtaliya səfirliyində vizanı verən VFS, yəni VFC Global deyə bir şirkət var. Mən orada etmişdim bütün prosesi. Oraya yaxınlaşırsınız və ya hansısa bir ölkəninki də fərqli ola bilər və ya sırf səfirliyiniz ola bilər. Qəbul aldıqdan sonra və qəbulla bağlı bütün sənədləri əldə etdikdən sonra mütləq şəkildə səfirlikdən təhsil vizasına aid cari ildə hansı sənədləri istədiklərinə dair listi, siyahını tələb edin və yaxud da ki, o siyahını bir şəkildə əldə edin və o siyahıya uyğun sənədlərinizi hazırlamağa başlayın. Mən burada o tələblər necə olacaq deyə bilmərəm, çünki hər ölkənin tələbləri olduqca fərqlidir. Yəni hər biri müxtəlif dillərdə tərcümə təsdiqi istəyə bilər və ya apostil tələb edə bilər və ya fərqli növ sığorta tələb edə bilər. Ona görə bunuzu aldıqdan sonra ölkənizə uyğun olan səfirliyin maili ilə, yəni mail vasitəsilə, telefon vasitəsilə əlaqə saxlayın və ya bir şəkildə internetdə veb saytlarında o siyahı varsa, onu mütləq əldə edin. Bəs yaxşı, vizamız da gəldi. Bilet pulu, yaşayış pulu, gedəcəyimiz evin və yaxud da yataqxananın ilk ayının kirayəsi, bunları necə ödəyəcəyik? Əslində bu getməmişdən qabaq bilet xərci, viza rüsumu, ilk kirayəniz, birinci ayın kirayəsi, bunların hər birini özünüz ödəməlisiniz. Çünki sizə təqaüd ölkəyə, Avropaya çatdıqdan sonra veriləcək. Hardasa 3-4 həftə sonra, belə təxmini götürsək 1 ay sonra. Burada narahat olmağa əsas yoxdur. Çünki alacağınız təqaüd artıqlaması ilə kifayət edir. Yəni sizin çəkdiyiniz xərcləri 1-2 ay ərzində, hətta 1 ay ərzində çox hissəsini örtəcək. Əsasən də xərclər mənim ilimdə xərc hardasa 3500-ə qədər, 3300 belə deyə çıxmışdı xərci. Yəni indi qiymətlər biraz artmış ola bilər. Yəni hardasa 3000-4000 arası təxmininizi götürün ki, içiniz əvvəlcədən rahat olsun. Əlavə tövsiyələrim olardı ki, əgər proqramı yeni kəşf etmisinizsə, qiymətləriniz üstündə yaxşı işləyin. Diliniz, ingilis diliniz üzərində yaxşı işləyin. Çünki əsasən proqramlarda, bunu deməyi unutdum, IELTS-i bəzi proqramlar 6, 6.5, bəzən də 7, ən az minimum 7 tələb edirlər.
Ortalama əsasən 6.5 və 6.5 üstü tələb edirlər və buna uyğun olaraq da dilinizin üzərində işləyin. Təkcə IELTS balına görə yox, eyni ilə gündəlik danışıq dilinizə görə. Çünki siz nə qədər diliniz üstündə işləsəz, bir o qədər özünüzə inam, özünüzə güvən qazanacaqsınız və intervyu prosesində özünüzə güvəni göstərdikdə bu onların daha çox xoşuna gələcək. Çünki onlara məsuliyyətli və özünə güvəni olan şəxslər lazımdır. Ən önəmlisi motivasiyanı heç bir zaman itirmə. Motivasiya və disiplini qoruduqda inan ki, hər şey yaxşı gedəcək. Və əgər 1-ci ildən qəbul almırsansa və ya 2-ci ildən qəbul almırsansa, heyfslənməyə ehtiyac yoxdur. Çünki hər şeyin öz zamanı var. Motivasiyanı itirmək olmaz. Ümid edirəm ki, bir çox suallara cavab ola bildim. Əgər başqa suallarınız varsa, başqa fikirləriniz varsa, mütləq mənə bildirməkdən çəkinməyin. Kanalıma abunə olub, videonu bəyənməyi, məni izləməyi unutmayın. Təşəkkürlər, sağ olun.